Öz şarmımdan yoxdur. Bakıdan bizə yuxa gəlib. Dedim sizin üçün mukbang çəkim. Şarmı hazırlamışam. Bu şarmamın sosudur. Necə dadlı olur. Öz şarmımdan yoxdur. Bu arada hazırlanmasını çəkmişəm. Ama YouTube'a yok. Hazırlanmasını çəkmişəm. Instagram hesabıma. O da elə bu adlandı. Nigar in Life. Ev lavaşı olduğu için düşəndə biraz əziyyət çəkdim. Həm də Bakıdan gəlib yol gəlmək və s. Cırılırdı. O döner lavaşları var ha. O daha rezin kimi olur. Burada en çok darıktığım tat budur. Çok bombadı. Evde ilk bir şey. Ama sesi gelir. Ona göre onların sesli. Unutmuşam sok almağı. Əslində xalama tapşırmışdım. Sağ olsun. Unudub. O yiyip derse gitmeliyim. İki tane video çekmişim bugün. Hazırlanması ve mukbang. Onun direği dözmedi. Gitti. Kola aldı. Bir şey mi? Adamın ürəyi normalde belə kola meylisi deyil vəbşə. Elləri xalam ümumiyyətlə içmir. Biz Güləylə arada beynimizə düşür. Benim en sevdiğim sos da ile şarma sosudur. Bakıda bir ara
ara bir dənə yer var idi. Targovada. Livan şaurması. Onu çok beğenirdim. Evet. Yadımdadır. Şaurma nömrə 1'in şaurmalarını çok sevirdim. İlk dəfə 10 yaşında almışdım. 2010'da. Ama indi beğenmiyorum şaurma nömrə 1'i. Doymuşam əslində. Bu mənim həm səhər, həm günorta, bəlkə də axşam yeməyimdə. Çok, yedim ya. Baxdığınız üçün çox sağ olun. Abunə olmağı unutmayın. Zəhmət olmasa abunə olun. Dəstək olun. Bir də pis rəylər yazıb özünüzə negativ ötürməyin. Mənə negativ gəlmir. Evet, təsir edirdi mənə də. Yalan deməyəcəm. Ne mənada təsir edirdi? Yəni insana qıcıq gəlir. Amma indi o qıcıq da gəlmir. Və yazırsınız ki, kimə lazımdır bu yemək? Mən ümumiyyətlə İspaniyada olduğum yerlərdə çəkim qoyurdum, vlog kimi. Amma yemək və o vlogların arasında olan baxış sayı çox fərqlidir. Niyəsə insanlar qınadığını daha çox izləyir. Mən özüm məsələn çox sevirəm yemək videolarını və baxıram, həzz alıram. Nəyi də sevmirəm, baxmıram, keçirəm. Mənə görə özünüzü əsəbləşdirməyin. Yəni, onsuz da mən o rəyləri adətən saxlamıram, silirəm. Çünki səhifəmdə negativ rəy istəmirəm olsun. Mən heç kimə negativ ötürmürəm. Mənim səhifəmə girənlər də istəmirəm negativ görsün. Öpürəm hamınızı. Abunə olmağı unutmayın.